Random nömrə generatoru oxuyacağım səhifə sayını seçir. Birinci gün. Əgər məni biraz tanıyırsınızsa, bilirsiniz ki, oxumağı maraqlı etmək üçün bu şəkildə challenge-lar etməyi xoşlayıram. Bugün də növbəti bir həftə ərzində hər gün edəcəyim belə bir challenge başladıram. Google-a Random Number Generator yazırıq və orada belə bir səhifə açılır. Mən bir gün ərzində maksimum 200 səhifəyə qədər oxuya bilirəm. Ona görə də minimumu 1, maksimumu isə 200 edəcəm. İndi Generate-ə klikledikdən sonra bu hissədə çıxacaq olan nömrə bizim bugün oxumalı olduğumuz səhifə sayını müəyyənləşdirəcək. Mən baxmıram. Baxdınız siz? 161. Heç vaxt itirmədən başlayaq. 292-ci səhifədəyəm. Belə bir şey var ki, 161 səhifə oxumağım üçün toplamda 453-cü səhifəyə gəlməliyəm. Amma bu kitab özü toplamda 447 səhifədir. Bu kitabı bitirməliyəm. Üstünə başqa bir kitabdan 6 səhifə daha oxumalıyam. Elə isə başlayaq. Axırıncı səhifə və bitdi. Nəhayət ki, bu kitabı bitirdim. 10 səhifə isə bu kitabdan oxuyacağım. 35-ci səhifədəyəm. 45-ci səhifəyə qədər gəlməliyəm. %47-ci səhifəyə gəldim və bununla da mənə çıxan 161 səhifəni tamamlamış oldum. Elə isə bir sonraki videoda görüşərik. Hələlik.